Əziz tamaşaçılar, Dəyərlər TV-nin və Dəyərlər Orqun bugünkü qonağı hərbi ekspert Cəsur Sümərənlidir. Cəsur Sümərənli bizə Azərbaycan ordusunun 2012-ci ildə itkiləri ilə bağlı və bu itkilərin səbəbləri ilə bağlı danışacaq. Buyurun Cəsur müəllim. Deməli, 2012-ci il üzrə apardığımız monitorinq nəticələrinə görə cari ilin ötən dövründə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 95 nəfər hərbi qurğusu dünyasını dəyişib və onlardan 15 nəfəri düşmən gülləsindən dünyasını dəyişib. Qalan 80 nəfəri isə qeyri-döyüş itkiləridir və bizim monitorinq mən qeyd edim ki, 10 il ərzində aparılır və 2003-cü ildən bəri aparılır və ötən dövrlər içərisində artıq bu ən yüksək göstəricilərdən biridir. Mən xatırladım ki, 2011-ci ildə ən yüksək göstərici 99 nəfər olmuşdu, amma artıq bu il üçün bu itki həmin rəqəmə yaxınlaşır və ümumilikdə bizim monitorinq göstərir ki, ildən illə Azərbaycan Silahlı Qüvvələrində qeyri-döyüş itkilərinin sayı artır, xüsusilə intiharların və qeyri-nizamlama hadisələrinin sayı artır. Misal üçün, cari ilin ötən dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda 19 nəfər intihar edib, eyni zamanda 30-a yaxın hərbi qulluqçu bu və digər səbəbdən, yəni qeyri-nizamlama hadisələrinin nəticəsində dünyasını dəyişib və eyni zamanda bədbəxt hadisələr nəticəsində də xeyli dünyasını dəyişənlər var. Xəstəliklər nəticəsində Azərbaycan təhlükəsizlik müdafiə sektorunda 12 nəfər hərbi qulluqçu dünyasını dəyişib və eyni zamanda avtoqəza nəticəsində də artıq 15-ə yaxın hərbi qulluqçu dünyasını dəyişib. Ümumilikdə araşdırmalar göstərir ki, Azərbaycanın müdafiə xərcləri artdıqca bizim monitorinq bunu göstərir ki, Azərbaycan Silahlı Qüvvələrinin itkilərin sayı da artır. Bu ona dəlalət edir ki, müdafiə xərclərinin hədəfləri düzgün deyil. Yəni müdafiə xərcləri düzgün bölüşdürülmür və yəni itkilərin müxtəlif səbəbləri vardır. Yəni onların içərisində sosial təminat məsələləri ilk yerlərdə durur. Eyni zamanda hərbi hissələrdə nizam qaydaları məsələsi, qanunlara riayət olunması məsələsi ilk yerlərdə durur. Yəni bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın müdafiə xərclərinin artırılması hələlik çox təəssüf ki, hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılmasına sərf olunmur. Cəsur müəllim, Azərbaycanda orduda itkilərin sayını azaltmaq üçün ümumiyyətlə hansı sizin təşkilat və təkliflər irəli sürür? Deməli, müxtəlif təkliflər var itkilərin sayı azalılmaq. İlk növbədə biz səbəbləri ortaya çıxardır. Niyə görə itkilərin sayı artırır? Yəni, ilk növbədə bizi ən çox narahat edən məsələ hərbi qruplar arasında olan münasibətlərdə ziddiyyətlər, eyni zamanda intiharların sayının artmasıdır. Yəni, hər iki hal hərbi qrupların psixologiyası, onların mənəvi vəziyyəti ilə bağlıdır və çox təəssüf ki, son illərdə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda bu istiqamətdə görülən işlərin səviyyəsi çox aşağı düşüb. Yəni, ümumilikdə Müdafiə Nazirliyinin Tərbiyə və İşlər İdarəsi deyilən bir idarə mövcuddur. Amma təəssüf ki, bu idarə öz qarşısına qoyulan hədəflərə hələ ki əməl etmir, yəni riayət etmir və bu idarənin fəaliyyətsizliyi eyni zamanda ümumilikdə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda əsgərlərin mənəvi, psixoloji durumunu öyrənən bir təsisatın olmaması məhz bu kimi halların, bu kimi faciələrin ortaya çıxmasına gətirib çıxardır. Yəni bir çox hadisələr, bir cür hallar mövcuddur. Məsələn, bu yaxınlarda bizə məlumat daxil oldu ki, hərbi hissələrin birində misal üçün namaz qılan zabitləri vəzifədən çıxardıblar, yəni onları ehtiyata göndəriblər. Yəni əvvəllər əgər hərbi hissələrdə hərbi quruluşlar üçün namaz qılmaq xüsusi otaqları var idisə, təəssüflər olsun ki, son illərdə bu otaqlar ləğv olunub və hərbi quruluşlara öz dini ayinlərini, dini ritualları yerinə yetirmək üçün heç bir imkan yaradılmır və eyni zamanda hərbi quruluşların mənəvi psixoloji vəziyyətini öyrənən kimsə də yoxdur. Yəni Sovet dövründə Zampalit İnstitutu deyilən bir institut fəaliyyət göstərirdi və sonradan bu institut ləğv olundu, amma onun yerinə effektiv bir təsisat yaradılmadı. Bu günə qədər təəssüf ki, belə bir təsisat yoxdur və nəticədə əsgərlər çox vaxt öz fikirləri, öz problemləri ilə baş-başa qalırlar və bu da çox vaxt öz nəticədə faciə ilə yekunlaşır. Əsgər intihar edir və yaxud da silahı götürüb digər əsgər yoldaşlarına atışa tutur. Yəni ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan Silahlı Qüvvələrində kütləvi qətliamlar deyilən proses hələ də səngiməyib. Cari il ərzində də bu kimi hadisələr baş verib. Yəni bir əsgər digər əsgərləri güllələmək kimi hadisələr baş verib. Məncə bunun qarşısı alınması ilk növbədə hərbi hissələrdə mənəvi psixoloji vəziyyətin öyrənilməsi istiqamətində ciddi tədbirlər görülməlidir, təsisat formalaşdırılmalıdır və xüsusi olaraq hərbi hissələrdə nizam qaydalarının pozulmasına səbəb olan məsələlər, komandirlərin özbaşınalığı, eyni zamanda komandirlərin əmrlərinin yerinə yetirilməmə səbəbləri kimi məsələlər aydınlaşdırılmalıdır. Sosial təminat yaxşı olmalıdır. Yəni zabitlər yüksək təminatla təmin olunmalıdır, yüksək məvazibə təmin olunmalıdır ki, onların əsgərlərin cibində, əsgərlərin
zabitlərin pulunda gözü qalmasın. Təəssüf ki, bu gün Azərbaycan zabitlərinin məvacı o qədər yüksək deyil. Yəni əgər leytenant 400 manat məvacib alırsa, aydındır ki, o 400 manat ona özünü və ailəsini saxlamağa bəs etməyəcək və məcburdur ki, hansı qeyri-qanuni yolla vəsait gəlir əldə etməyə çalışacaq və nəticədə də əskər-zabit münasibətlərində ciddi ziddiyətlər ortaya çıxır və bu da özünü hərbi hissələrdə nizam-cəm qaydasının pozulması şəklində özünü göstərir. Təşəkkür edəcəz müəllim. Siz də sağ olun, minnətdarım. Hörmətli tamaşaçılar, xatırladaq ki, bizim qonağımız Cəsur Sümərənli hərbi ekspert idi. Hərbi ekspert Cəsur Sümərənli bizə Azərbaycan ordusu 2012-ci ildəki vəziyyəti, itkiləri ilə bağlı məlumat verdi və onun səbəbləri barədə danışdı. Bizdən ayrılmayın, sağ olun.